Bazı dəyişiklik var inşallah. Çox. Allah köməyimiz olsun. Allah Ərzaqlar gəldi. Gəldi, hə. Xeyli ərzaq. Uşaqlara paltar gəldi. Gəldi. Hamısı gəldi. Əlin yaxşıdır, iynəsi vuruldu. Şükür, vuruldu, hə, bu gün vurduq. Şükür Allaha. Bu da Instagramdan mənim izləyicilərimin göndərdiyi pullarla alınan televizordur. Bir dənə plazma sizə hədiyyə. Allah köməyimiz olsun. Çox Bir də paltar yuyan. Demək paltar yuyanı quraşdırmada hamısı içində aldıq. Sağ olun, Allah köməyimiz olsun. Bir də ən əsas bir şey deyəcəm sizə. Onu sona saxlayıram da. Maraqlı bir sözdür, sürprizdir inşallah. Onu sona saxlayıram. Keç. Götürək. Gəl keçin. Bir nəfər də mebel üçün yığmışdı. Bəli, axşam yığmışdılar ki, gəlib mebel quraşdıracağıq kuxunuya. Kuxunuya, mənə də dedilər ki, Bəli, dedi Rahid qardaş verib nömrəmizi. Kuxunuya da bir dənə mebel. Axşam gəlib quraşdıracağıq. Əlimi göstər. Düzəlib əlin. Bəli. Əla, şükür Allah. İynə vurdular. Əla. Xeyirli olsun. Çox sağ olun, Allah köməyiniz olsun. Deməli, dostlarım, ev yiyəsi bu videonu görüb xaricdə yaşayırmış. Bir vasitə ilə kirayəni göndərilmişlər ona. Bu videonu görüb, mən zəng elədi, çox insan adamıymış. Dedi ki, 1 illik oran ona pulsuz verirəm. 1 il, bura sizindir, pulsuz parası. Allah köməyiniz olsun, çox sağ olun. Bura inşallah təmir eləyərik, yüngülvarı, emosiyadan, zatdan. Yaşayarsınız da, indi 1 il yaşayın, ondan sonra Allahın izni ilə hər şey yaxşı olur. Çox sağ olun. Dedi bir dənə xaden qoyacağam. Paltaryanı da inşallah biz verdik. Plazma. Bir dənə sənə qaldı nə? Yüngülvarı bir dənə obada zatdan iş tapırsan özünə. İşləyirsən. Kətdə olsaydın sənə toyuqdan zatdan verərdim, saxlayardım. Hə, yoxum belə bir. Olsa eləyərdim. Olsa eləyərdi, amma burada mümkün deyil. Yaxşısı sən bir dənə işə gir, biz də sənə dəstək olacaq. Allah kömək. Burada bir iş adamı vardı, xanımdır. Bu da bax bunu göndərdi sizə orijinal bir şeydir, yaxşı bir şeydir. Çox sağ olun. Hətta o da sizə isti tutsun da. Allah köməyiniz olsun, yoxum idi. Sevdiyiniz şeylərdən verməyincə yaxşılığı dadmazsınız. Quran-Kərimdə deyilir, sevdiyiniz şeylərdən verin də. Allah sizdən razı olsun. Biz amma əlin atır cibinə 1 manat kömək edir, 1 manat amma heç nə düşmür də. Məsələn, cırıq bir paltar, köhnə bir paltar onu verir, özü onu rəva bilmir geyinməyə. Amma verir ki, cırıq paltar kimsə geyinsin. O yaxşılıqdan sayılmır. Amma baxın, sevdiyi bir şeyi verib. Allah sizdən razı olsun. Sizin sayənizdə mən nə qədər insanlar köməyə zəng eləyirlər, gəlirlər. Allah